hansısa bir fövqəladə vəziyyət ola bilər. Küləkdir, misal üçün güclü külək oldu, elektrik xəttləri qırıldı, müvəqqəti olaraq elektrik enerjisi kəsildi. Bu bir. Və ən çox da bu dəqiqə beynəlxalq dərəcədə, qlobal səviyyədə ən çox hallanan bir dənə maraqlı bir söz var, blackout. Salamlayırıq qardaşlarımızı, dostlarımızı və bizim videolarımızı izləyən hər kəsi. Qardaşlarımız bizim. Bugünkü videomuzda mən düzmüşəm bura bütün fənərləri, hansılar ki məndə var. Burada açarlar üçün nəzərdə tutulan cib fənərindən, balaca fənərdən tutmuş, böyük fənərlərə kimi və hətta burada təsadüfən belə bir alınan bir lampadır, powerbankdır. Bu ilə istifadə etmək üçün nəzərdə tutulan lampaya kimi. Bunları düzmüşəm bura hamısını. Ümumiyyətlə mən yüngülvari belə bir sual vermək istəyirəm sizə. Sizin evinizdə fanar var yoxsa yox və yaxud da fanar varsa neçə dənədir? Buna indi hərə özünə məxsus cavab verər. Kimin maraqlıdırsa şərhlər bölməsində zəhmət olmasa cavablandırın bunu. Və telefonunuzdakı bu balaca lampanı, balaca fanarı saymamaq şərti ilə sizin evinizdə neçə dənə fanar var və yaxud var yoxsa yox, varsa neçə dənədir? Bu sualı da qoyduq kənara. Niyə görə burada bu qədər fanar var? Birincisi, mənim fanarlara marağım var. Vaxtaşırı, yəni bir neçə ildən bir nəsə almışam, nəyisə mənə hədiyyə eləyiblər. Bunları yığmışam və həmin o fövqəladə vəziyyətlərə hazırlıq mövzusunda fanarlar da özünə məxsus yeri tuturlar. Onların da bu mövzuda öz xüsusi yeri var. Qardaşlarımız bizim. Fanar evdə lazım ola bilər. Çantada gəzdirdiyim fanar var. Misal üçün, açarların üstündə gəzdirdiyim fanar var. Powerbankla bir yerdə istifadə olunan balaca LED lampa var. Yəni, bunların təyinatı müxtəlifdir. Bunların kandellə ölçülür, lumenlə ölçülür, Kelvinlə ölçülür, rəngləri, gücü, uzaq məsafə işığı. Yəni, bu beynəlxalq dərəcədə fanarların işığının, gücünü ölçmək üçün, yəni bunlar biz bilirik. Və bu gün mən göstərəcəm hansı fanarlar məndə var və bunlar ən çox, misal üçün, hansısa bir fövqəladə vəziyyət ola bilər. Küləkdir, misal üçün, güclü külək oldu, elektrik xəttləri qırıldı, müvəqqəti olaraq elektrik enerjisi kəsildi. Bu bir. İkincisi, hər hansısa başqa bir fövqəladə vəziyyət ola bilər. Hər hansısa bir qəza ola bilər və ən çox da bu dəqiqə beynəlxalq dərəcədə, qlobal səviyyədə ən çox hallanan bir dənə maraqlı bir söz var, blackout. Blackout tərcümədə, ümumilikdə günəşin tutulmağına da deyirlər, ümumi qaranlıq düşməyə də deyirlər, qaralmaya da deyirlər və yaxud bizim müasir dövrümüzdə qaranlıq, yəni elektrik enerjisinin uzun müddətli kəsilməyinə də deyirlər. Yəni, blackout sözü çox hallanır, yəni beynəlxalq səviyyədə, yəni qlobal səviyyədə də, böyük bir səviyyədə bu müxtəlif yerlərdə, ölkələrdə bu söhbət gedir. Blackout, yəni bu işıqlarla, bu fanarlarla, belə deyək də, o deyir, blackout-u sən nə ilə qarşılayacaqsan? Mən bunlarla qarşılayacağam. Hələ ki bunlarla, yəni məndə olanlar bunlardır. Gəlin bunları yüngülvari olaraq, tək elə bir şey olmasın, amma hər halda nəsə olsa bilirsən ki, bunlar var. Cibində də var, çantada da var, evdə də var. Ehtiyat üçün bir neçə dənə var hətta. Bunlarda istifadə olunan batareyalardır. Onlar da var, powerbank da var. Hələ ki günəş paneli yoxdur. O haqda da fikirləşirəm. Belə eləyək qardaşlarımız, mən bir-bir göstərəcəm hansılar var. Ən birinci aldığım fanardan, ən yeni mənə gələn fanarlar, hansı ki bunlar hədiyyədir. Bu iki dənə fanar. Bu biri multitool tiplidir. Multitool nədir? Yəni orada alətlər paneli var. Bu ola bilər kəlbətindir. İçində bıçaq da var, mişar da var. Başqa alətlər də var. Bu ola bilər fanardır. İçində məsəl üçün alışqan da var. Məsəl üçün hansısa bankaları, butulkaları açmaq üçün burada açar var. Danışacağıq. İlk burada olan fənərlərdən ən köhnəsi budur. Deməli, bir dənə batareya ilə işləyir. AA tipli batareya ilə işləyir. Bir dənə
Ən köhnəsi budur, alüminiumdandır. Tam olaraq bunun gövdəsi alüminiumdandır. Yandırırıq və burada linzanın belə fokusirovkası var. Bu bir. Bunu qoyduq kənara. O fanardan sonra bu fanar. Velosiped alanda bu velosipetin üstündə idi. Mən onu kəsdim hər tərəfini. Bu da çox qəşəng fanardır. İkinci zəif rejim, üçüncü zəif rejim. Burada artıq başqa rejimlər də var və sönür bu ilə. Ümumilikdə 4 rejimi var. Bunu da qoyuruq kənara. Və ən nazik fanardır. Alüminiumdandır, nazik batareyalarındandır. 3A tipli 1.5 voltluq batareyalarla işləyir. Burada cəmi bir rejim var. Bir rejim var. Bu zəifdir. Qələm formasındadır. Bunu da qoyuruq kənara. Daha sonra bu fənər gəlir. Tolson 620. Bax belə. 60020 Tolson. Burada da bir rejim var. Açaq bunu. Bu 2A tipli batareya ilə işləyir. Yəni bunların hər birini saysaq, yəni uzun müddət qaranlıq problemini həll eləmək olar. Bunu da qoyuruq kənara. Bu tam olaraq rezindir, hər tərəfi. Yerə düşəndə sınmır. Suya düşsə, tez götürsəz heç nə olmaz. Ondan sonra gəlir bu fanar. Yəni bu power bankı almışıq. Power bank hədiyyə olunub mənə bununla bir yerdə. Hal-hazırda 46%dir. Bu uzun müddət, yəni bu lampa, bu power bankla uzun müddət, bir həftə yanar bəlkə dayanmadan. Bunları da qoyuruq kənara. Daha sonra gəldi bu fanar. Bu da çox güclü fanardır. Çox həddindən artıq güclüdür. Burada demək olar ən güclü fanar budur, bunların içində. Burada rejimlərdir. Söndürürük. Bunun da linzası çıxır. İçəridə LED-dir. Tam olaraq alüminiumdur hər tərəfi. Çox maraqlı fanardır. Bu da burada Type-C-dir. Type-C ilə enerji yığır. Powerbankdan da enerji yığa bilir, tokdan da. Ondan sonra gəldi bu fanar. Burada belə deyək, brend baxımından ən brend fanarlardan Phoenix-dir bu. Yəni bu fanar buradakilərin hamısından bahadır, demək olar. Hə. Powerbankdan yox, qalanların hamısından bahadır bu fanar. Yəni keyfiyyətinə görə bu aviasiyada istifadə olunan alüminiumdandır, bunun gövdəsi. Batareya tipi 3A tipli 1.5 voltluq batareyadır. Hal-hazırda burada vartadır. Burada rezin üzüyü var. Rezin sudan qoruyur onu. Bu da 1 metr hündürlükdən yerə düşəndə heç nə olmur buna. 3 rejim var. 5, 25, 100. Burada mən parakortdan, yəni paraşüt ipindən askı, hörgü deyirlər. Onu toxumuşam, asmışam, yəni rahat olsun. Bu özü çox balaca olduğuna görə buradan tutub bunu fırladıb bu narahat olur. Ümumiyyətlə bu yəni əlavədir də, elə bil fanarı uzatmış kimi olur. Bunu da qoyuruq kənara və bu ikisi gəlir. Bunlar axırıncı dəfə ad günümə hədiyyə olunan fanarlardır. Ən təzə bunlardır. Gəlin birinci bu haqda danışaq. Bu multitool tipli fanardır. Yəni burada alətlər paneli var. Çox funksiyalıdır. Gördüyünüz kimi 2 düymə var. Biri aşağıda, biri yuxarıda. Bu birinci düymə fanardır. Ağ işıqdır burada. İkinci dəfə basanda həmin ağ rəngdə olan işığın zəif forması. Üçüncü dəfə basırıq, sarı işıqdır. Dördüncü dəfə həmin sarı işığın zəif forması. Sonra gəlir qırmızı işıq. Yəni qırmızı işıqla meşə şəraitində, çöl şəraitində, lap şəhər şəraitində olsun, qaranlıqda gedəndə uzaqdan bilinmirsiniz siz. Uzaqdan bilinmirsiniz. Bunları bir-bir. Bu və burada siqnal qırmızı işıq var. Bunu da bağladıq. Burada açardır, açmaq üçün bankaları, butulkaları açmaq üçün. Bu hissə alüminiumdur. Tam olaraq bu dəmir hissə alüminiumdur, ağ. Və
Bunu biz belə də istifadə edə bilərik işığı yandırandan sonra. Bu hissədə maqnit var, bu hissədə fit var. Kömək üçün nəzərdə tutulan fitdir. Bu həm də həmin o paraşüt ipindən boyunbağı kimi eləmək olar, üstünüzdə gəzdirmək üçün. Və burada hal-hazırda burada enerji azdır. Burada alışqan var. Böyük düymə yox. Böyük düymə yox. Bu aşağıda olan düyməni sıxıb saxlayanda bu indi enerji azdır. Burada spiral var. O spiral yanır. Yəni alışqan kimi. Düzdür, bu siqaret üçün nəzərdə tutulub. Amma mən siqaret heç vaxt ümumiyyətlə çəkmədiyimə görə mən bu alışqanı özüm üçün necə lazım ola bilər mənə? Yəni nəsə burada ocaq qalamaq üçün, nəsə yandırmaq üçün bu mütləq şəkildə burada bundan istifadə eləmək olar. Və burada ümumilikdə bir də sayırıq. Deməli, fanardır əsas hissədə, açardır bankaları, butulkaları açmaq üçün, alışqandır, maqnitdir, fitdir. Belə bu dayanmaq üçün bunu belə istifadə eləmək olar və burada yer var boyunbağı eləmək üçün və yaxud açarlar üçün nəzərdə tutulan yerdir. Açarları açmaq olar buradan iplə, paraşüt ipi ilə və yaxud başqa üzüklər var hazır açarlar üçün. Bunun adı da belə gedir. Keychain Rechargeable Light. Belə, yəni enerji yığan və yaxud batareya ilə yox, akkumulyator tipli fanardır və açarlar üçün nəzərdə tutulub. Tərcümədən belədir, yəni bu qaydada. Bu bizim bu fanarımız. Bunu da qoyuruq kənara və gəlir bu fanar. Bu Hokko markalı fanardır. Burada deməli Type-C'dir. Enerji yığmaq üçün kabel Type-C'dir. Və burada 4 dənə balaca bir işıq var. Mən bunu gəlin belə yandıraq, göstərək. Görürsünüz, 4 dənə balaca işıq var. Bu fanar tam sönəndən sonra da fanarı yandırsaz, düyməni sıxıb saxlasaz, fanar yanmasa da bu 4 dənə işıq yanır ki, siz qaranlıqda bu Type-C modulu tapa biləsiniz ki, bunu yəni enerji yığmaq üçün qoşa biləsiniz cərəyana və yaxud powerbanka. Birinci bu düyməni sıxıb saxlayanda zəif formada belə işıq yanır. Belə. İkinci dəfə sıxıb saxlayanda, yox bir dəfə sıxdıq, saxladıq. İkinci dəfə sıxıb buraxırıq. Və üçüncü dəfə. 3 rejim var burada. Dördüncü dəfə qırmızı siqnal işığı yanır. Beşinci dəfə yenə təzədən qayıdır işıq rejiminə. Sıxıb saxlayırıq, bu sönür. Və burada belə karabin var. Bunu çantaya asmaq olar. Və yaxud çadırda yuxarıdan asmaq olar. Bunu mərkəzdə istifadə eləmək üçün. Ağlayırıq və burada ikinci düymə var. Fikir verin, bu içəri əyilib düymə, bu üstdədir. Bu batıq yəni düymədir, bu şişkindir biraz. Qaranlıqda siz hiss edə bilərsiniz ki, hansı düymədir. Bu içəri yatmış düymə basıb saxlayanda artıq bu fənər. Yəni uzaq məsafəyə işıq saçmaq üçün fənər işə düşür. Belə. Burada da 3 rejim var. Birinci zəif rejim, biraz güclü, bir də lap güclü. Bunların texniki xarakteristikalarını tam olaraq hamısını yerləşdirəcəm videonun altında. Hamısının ki çalışacağım yerləşdirim bir dəfəlik, informativ bir video olsun. Və bu rejimlər də var. SOS və stroboskop rejimləridir. Basıb saxlayırıq, sıxıb saxlayırıq. Bu da sönür. Bu fanarlar, yəni burada müxtəlif kateqoriyadan fanarlar var. Az işıq gücü olan, çox olan, evdə istifadə etmək üçün daha yararlı olan, yolda istifadə etmək üçün daha yararlı olanları, cibdə istifadə etmək üçün, çantada sizin üçün ehtiyat üçün qalanlar. Yəni hər növ fanar var. Enerji yığan fanar, batareya ilə işləyən fanar müxtəlifdir. Bugünkü videoda da mən özümdə olan fanarları göstərmək istədim və bunlar doğrudan da neçə müddətdir lazım olur.
Yolda lazım olur, harasa qaranlıq bir yerdə olanda, keçəndə yoldan bilirsən cibində olan fanar var, bu həmişə sənindir. Orada istifadə edirsən. Çanta varsa çantadakını istifadə edirsən. Evdə nə vaxtsa işıq olmasa, yəni bir neçə variant var ki, qaranlıq problemini həll eləmək üçün. Bugünkü videomuzda bu qədər. Gələn videolarda da çalışacağım ki, maraqlı, bu mövzuya aid, yəni fövqəladə vəziyyətə hazırlıq üçün nəzərdə tutulan aksesuarlar haqqında hər hansısa bir maraqlı bir video hazırlayım, sizinlə paylaşım. Siz də öz fikirlərinizi bildirin. Nə suallarınız varsa buyurub yaza bilərsiniz şərhlər bölməsində. Bugünlük bu qədər.